Məlumatlardan bəlkə də birincisi Rəşidəddin Vətvatın Hədaiq Üç Sehir fi Dəqaiq Üç Şeir kitabıdır. Dövlətşah Səmərqəndi Rübani yaramasını Yaqub Səffarla bağlayır. O Səffarlı dövlətin başçısı idi, diriləmə əhvalatını xatırlayır. Uşaq qəltan həm irəvət tabone qəb misasını deyir, daş gedib çuxura düşür mənasında. Səffar da buna 3 misə əlavə edib 4'lük, yəni rübaini yaratmasına belə bir rəvayət edir. Səffarlı dövlətin başçısı idi, o Tahirlərə son qoymuşdu. Tahirlər də ki, Harun Rəşədin oğlu Möminin hakimiyyətə gəlməsində kömək olan bir sülalə idi və sonralar Səffarilər onları devirdi. Hətta Tahiri Xorasana canişində təyin etmişlər. 13-cü əsr nəzəriyyəçi Şirazi deyilən əhvalatını xatırladır. O qəti olaraq deyir ki, rübainin yaranması Rudəki ilə bağlıdır. Rudəki bir gün şəhərdə gəzərkən, küçədə gəzərkən uşaqları görür, deyilənmə əhvalatını görür və bir misanı eşidir, ona 3 misə əlavə edib rübaini yaradır. Beləcə görür ki, rübainin yaranmasına bağlı bu deyilənmə əhvalatı ilkin mənbə kimi dayanır. Rudəkidən öncə də əlbəttə rübai janrında yazılan sənətkarlar da olubdur. Samanilər dövründə, yəni Rudəkinin dövründə intibah idealları üst səviyyə, üstün bir mövqe qazanmışdı. Nizami Şünas alim Profesör Xəlil Yusifli Nizami Gəncə və Şərq İntibah kitabında intibahı şərtləndirən amillərlə bağlı bu dövlətin mövqeyini yüksək qiymətləndirir. Burada həm də dini ehkamlara çıxan zərdüştlük idealarına yaxınlaşan şairlər var idi, şahnamələr yazanlar vardı, Dəqiqinin şahnaməsi var idi. Bu dövrdə əlbəttə möhtəşəm əsəri Firdovsi yaratmışdı. Rudəkinin gözləri görmürdü, dünya işığından məhrum olsa da o intibah ideallarından, intibah düşüncəsini, intibah duyğularını, insanın qəlbini, hissini, eşqini ortaya qoyan əsərlər yazmışdı və deyir ki, mənim imkanım olsa daşı ipəyə çevirərdim. Kəllə və Dimdən ilk dəfə nəzmə çəkmişdi və Nizami Gəncəvi də Xosu və Şirin poemasında Kəllə və Dimədən 40 hədisi əsas gətirir. Hətta 20-ci yüzlükdə onun heykəli qoyulanda Azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanovun böyük xidməti olubdur, heykəlin müəllifi olaraq. Belə bir əhvalat da var ki, Fuad Əbdürrəhmanov heykəli düzəltmək üçün, yaratmaq üçün təsadüfən küçədə oturan bir qocanı görür və onun simasında həmin Rudəkinin həmin heykəlini yaradır. Köprülüzadə hesab edir ki, rübai türklərdəki 4 türklərdən gəlibdir və bir tez dörtlüklərlə bağlayır. Məsələn, Krımski isə onu Hind mədəniyyəti ilə bağlayır. Yəni o Supashitalar var idi, Veda mədəniyyətinə 2-ci minliyə bağlı bir mədəniyyətdir. Burada qədim onların qafiyə quruluşu A, B, A, B şəklində də olurdu. Lakin burada Spentamaniya adlı bir qədim janr var. Onunla bağlı da müəyyən məsələləri araşdıran tədqiqatlar vardır. Xüsusən Nizami Lirikası kitabında Xəlil müəllim bu barədə geniş söhbət açır. Maraqlı budur ki, rübai toplusu ilə bağlı danışanda yada düşən ən qiymətli kitab məhz Nüsətül Məcalis kitabıdır. 10-13-cü əsrdə farsça yazmış müxtəlif yerlərə aid şairlərin rübailəri toplanıb. Burada kitab əsasən 17 bölmədən ibarətdir və 96 qism hissədən ibarətdir, bölünür. Cəmaləddin Xəlil Şirvaninin kitabı olduqca maraqlıdır. Maraqlı cəhətlərdən biri də budur ki, kitabda 291 şairin 4139 rübaisi verilmişdir və kitabı eyni zamanda tərtib edən Nəsib Cümşüdoğlu onu ön sözlə birlikdə çapa hazırlayıbdır. Bu əlbəttə böyük xidmətdir. Həm də 2212 rübai Azərbaycan müəlliflərinin payına düşür. Eyni zamanda burada məsələn 116 Azərbaycan şairinə baxanda görürük ki, bu artıq böyük üstünlük Dərbənd, Bakı, Beyləqan bölgələrindən var, amma ən çox şairlərin sayı baxımından Gəncəli müəlliflər daha çox üstünlük təşkil edir. 24 şair Gəncəli müəllifinin rübailəri burada əks olunubdur. Rübainin belə ümumiləşdirib demək olar ki, qafiyə quruluşu A, B şəklində olur, bəzən 4A şəklində olur. Buna rübai müsərrə, rübai təranə deyirik. Rübaidi məsəl üçün 4A şəklində olan rübaiyə Füzulidə rast gəlmək olar Leyl Məcnun poemasında.
3 rübai var orada. Orada 4A şəklində verilib. Bu rübailər şeirdə əlbəttə obrazların duyğularına həmahəngdir. Ey nəşəti hüsnü eşqə təsir qılan, eşqi ilə binayı kövnü təmir qılan, Leyli səri zülfünü girehgir qılan, Məzdun həzin boynuna zəncir qılan. Füzuli burada yazdığı rübaini 4A şəklində yazıb. Rübai Əruzun əxrəm, yəni burunsuz və əxrəb, yəni xarab olmuş mənasında. Əxrəm və əxrəbdə 24 vəznində yazılır ki, bu bir əsli təfələ var məfailin 9 zihaf vasitəsilə müxtəlif ölçülərdə yazılır. Cavab odur ki, məsələn, məfailinin bir dənə içindən failini alırıq, buna şətr deyirik. Yəni, əsas ölçüdən digər təfilələri almaq deməkdir. Rübai növləri içərisində asal yazılan, məsələn, rübai müstəzad var, onun məzmunca məma növü var. Məma belədir ki, klassik ədəbiyyatda folklordakı tapmaza kimi bir janrdır və daha çox əbcəd hesabına uyğun şəkildə yazılır. Məsələn, Füzulidə belə bir rübai müəmma var. Xəttin ləbilərini üzrə məskən qılmış. Tuti şikəristanı nişimən qılmış. Tərtibi camal üçrə açıb zülfün uzun, mahir xünü şanə müzəyyən qılmış. Yəni burada ruh sözünün əvvəlinə zülfün sonu f hərfidir. Ruhla f-nı yanaşı qoyanda Fərrux olur. Bilinir ki, Füzuli bu müəmmanı, yəni rübaini Fərrux adlı bir şəxsi yazmışdır. Rübainin haqqında bəhs etdiyi həmin o rübai yazan Gəncəli müəlliflərin heykəlləri parkda gözə oxşuyur və baxırsan ki, həqiqətən də sənət, ədəbiyyat əbədidir, qalarıdır. Burada mən eyni zamanda Xəyyamdan da danışmaq istərdim. Məsələn, onun bir məşhur rübaisi var. Dün kaşı kuzəmi daşlara çaldım rübaisi. Xəyyam yazı, əslində bu rübaini Məhsətin adına verirlər, amma bunu hətta Müşfiq də Xəyyamın adına tərcümə edibdir. Bərsəngizədəm duşu səbuyi kaşı, dün kaşı kuzəmi daşlara çaldım, sərməsti bu dəm ki kərdəmin əyyaşı, sərxoşdum bilmədim, əlimdən saldım. Ba mən bezəban halimi qofdu səbu, kuzə qəlbinin halıyla, dilinin halıyla dilə gəlib dedi ki, mən çün to bodəm, to niz, çün mən başı, mən də sənin kimi idim, bu günə qaldım. 1851-ci ildə artıq Alman rediası Frans Wangenin nəşrlərindən sonra, istərsə Eduard Fitzgeraldın nəşrlərindən sonra artıq Xəyyam irsinə maraq çoxalır və böyüyür. Zhukovski hətta onun əsərlərini nəşr edir və əlbəttə Ömər Xəyyam rübai ədəbiyyatında xüsusi bir mərhələdir. Nizami Gəncəvinin rübailərinin lirikasından danışarkən ən etibarlı mənbə Nizami lirikası kitabıdır. Xəlil Yusifli, Xəlil müəllim həm Vəhid Dəstigirdidən, həm Sahibin Səfinəsindən, Məzməl Füsəhadan, Səid Nəfsinin Cəmaləddin Xəlil Şirvandan götürdüyü bütün rübailəri ümumiləşdirərək Nizaminin 28 və ya 30 rübaisinin olduğunu təsdiq edir və Nizami Gəncəvinin rübailəri ədalət, dürüstlük, gerçəklik, insana, insan duyğularına, azadlığına, sevgi üzərində yazılmışdır, sevgiyə həsr olunmuşdur. Dünyada ədalətlə zəfər tapmışlar, zülm ilə bu dünyada zərər tapmışlar. Hər yerdə paxıllıq hünəri danmışdır. Mərdlər eyib örtüb də hünər tapmışlar deyə şair 12-ci əsrdən bütün dünyaya ədalətin ən üstün duyğu olduğunu izhar edir. Seyid Əzim Şirvaninin rübailəri məşhurdur. Onun 1967-ci, 69-cu illərdə çap olmuş kitablarına baxanda 91 rübaisinin olduğunu görmək olur. Seyid Əzim Füzuli ədəb məktəbinin davamçısı idi. Yenə də onun Füzuli ilə bağlı bir rübaisini demək istəyirəm. Füzulinin belə bir rübaisi var. Gördüm sən əldən ixtiyarım getdi, baxdım üzünə səbri qərarım getdi. Xak oldum hər yanə qubarım getdi, əl qisinin qapında etibarım getdi. Seyid Əzim Şirvanın o cavab verir ki, gördüm səni əldən ixtiyarım getdi.
Tarac oluban səbr qərarın getdi. Nə səbr, nə aram, nə taqət qaldı. Eşqində sənin hər nə ki varım getdi. 1879-cu ildə Seyid Əzim Şirvani Nizam məqbərəsini ziyarət etmişdi və həmin məqbərəni ziyarət edərkən məqbərənin dağılmış vəziyyətinə ürək acısı ilə bir rübai yazmışdır və bu həm özünün dağılmış, zəlzələ nəticəsində dağılmış məktəbini, həm də böyük sevgi duyduğu Nizaminin məqbərəsinin vəziyyətini bu şeirdə əks etdirir. Ey Şeyx Nizami, ey Nizami dağılan, ey Gəncədə izz ehtişamı dağılan, olmuşmu səninlə mən kimi aləmdə beyti, evi, məktəbi, kəlamı dağılan. Bakıxanovun rübailəri də diqqəti cəlb edir. Onun 2005-ci ildə seçilmiş əsərlərin içində orada 43 rübai mən oxumuşdum. Onlardan biri olduqca maraqlıdır. Güldür bu deyil, gül belə xəndan olmaz. Gündürmü? Deyil, gün gecə rəxşan olmaz. Derdim mələki, mələk məhəbbət bilməz. Kimdir bu ki təsbihinə imkan olmaz. Bu kimdir ki onu gözəlliyini tərif eləməyə sözlər çatmaz, təşbihlər bəs eləməz. Bəzən dübeytlər də rübai şəklində olan dübeytləri də rübai kimi qəbul edirlər. Ancaq onların əlbəttə qafiyə quruluşu, vəzni yenə də rübai vəzninə uyğun deyil. Bütün dörtlükləri rübai hesab etmək, çap etmək əlbəttə ciddi nöqsandır. Nəsimin də yazdığı şeirlər tuyuqdur. Onlar da rəməl bəhrində yazılır əlbəttə. Füzulinin 69 ana dilində, 6 ərəbcə, 105 farsça rübaisi var. Bunlar hamısı əxrəb rübai vəznində yazılıbdır. Ədəbiyyatımızda ilk rübai Qətran Təbriziyə məxsusdur. 1967-ci ildə nəşr olunmuş kitabına 110 qəsidə, 54 qitə, 51 rübai, 4 tərzi və müqəttə, 7 tərkibdən, 1 məsnəvi daxildir. Xaqaninin də rübailəri məşhurdur. 1959-cu ildə çap edilmiş divanına 17.000 beytlik əsərləri daxildir. Burada 216 qəsidə, 290-a yaxın qitə, 330 qəzəl, 300-ə yaxın rübai çap edilmişdir və bunun Mücrəddin Beyləqaninin də 298 beytlik rübaisi günümüzə gəlib çatıb. Xaqaninin tərcüməçiləri içində Abbasəli Sarovlu, Xəlil Yusifli və Mir Mehdi Seyidzadə təqdirə layiq işlər görüblər. Abbasəli müəllim də, Xəlil müəllim də şanslıyam ki, mənim müəllimlərim oldular və onları böyük, dərin hörmət və ehtiramla anıram. Xəlil müəllimin etdiyi tərcümələr də yenə əruzdadır. Könlümdə bir od var, onu tutmaz göylər. Qəlbimdəki dərdin denicə dil söylər. Dünyada soruşdum, nə qəmin dərdim var? Dərdimi dünyaya desəm dərd eylər. Mənim üçün maraqlı cəhətlərdən biri budur ki, Məhsəti araşdıran tədqiqatçılar onu Azərbaycan şairi, Gəncəli şair kimi hesab etdiyi halda indi bugün ona qarşı bəzi iftiralar da gözə dəyir, təsvir edici məqamdır. Amma Gülüstan İrəm əsərində Bakıxanov Məhsətini yüksək qiymətləndirir. Bertes onu tarix şəxsiyyət saymır. Cövhəri Zərgərin Əmir Əhməd və Məhsəti kitabının baş qəhrəmanı hesab edir. Mikail Rəfili onun Gəncə yaxınlığında Təkaf kəndindən olduğunu vurğulayır. Sənayenin 1131-ci ildə tamamladığı Həqiqətül Həqaiq əsərindən 2 misraya əsaslanır. Bud zalibe rüstayi Təkaf, Məhsəti nam Doktoriye Seqav. Təkaf kəndində bir qarı vardı, adı Məhsəti idi, bir qızı və 3 inəyi vardı. Tədqiqatçılar bu kəndin əslində Nişapurda və ya Cüccanda bir kənd olduğunu vurğulayırlar. Məmməd Səid Ordubadinin də Məhsətinin Xəyyamdan öncə yaşaması fikri əlbəttə ağla batan deyil. Fəridəddin Əttarın İlahinamə poemasında onun Sultan Səncərlə yaxın olduğunu təsdiq edən işarə vardır. Belə bir beyti xatırlatmaq yerinə düşər. O təmiz gövhərli Məhsəti də bir, olmuşdu Səncərlə dil bir, könül bir. Nüsətül Məcalisdə də Məhsətiyə aid 61 rübai verilibdir. Xəlil Yusifli Məhsəti irsi ilə bağlı tədqiqatlarında 153 rübainin Məhsətiyə məxsus olduğunu qeyd edir. Bu sahədə əlbəttə ən möhtəşəm əsər Rafael Hüseynovun 1989-cu ildə çap etdirdiyi 336 səhifədən ibarət 7 fəsildən və səhv etmirəmsə 22 bölümə bölünür o da. 22 bölümdən ibarət Məhsəti necə varsa kitabıdır. Bu, Məhsəti irsinə qoyulmuş ən möhtəşəm abidədir.
Məhsətin tərcümələri arasında Xəlil Yusiflinin və Nigar Rəhbərlinin tərcümələri təqdirə layiqdir. Eləcə də onu qeyd etmək olar ki, Xəlil Yusiflinin tərcümələri həm də əruz vəznindədir. Məhsətinin yarazlığını bir rübai deməklə məhdudlaşdırmaq mümkün deyil, amma əlbəttə onun yarazlığı çox zəngindir və daha çox cinas qafiyələr olan rübailər diqqətimi cəlb edib. Belə rübailərdən birini diqqətinizə çatmaq istəyirəm. Bər hər do tərəf məzən tobər yek suzən. Hər iki tərəfə vurma, bir tərəfə vur. Van zolf şikəsti razı rox yek suzən. O qıvrım zülflərini üzündən yana at. Gər atəşi eşq to vəzət yeksuzən, əgər bir iynə boyda sənin eşq atəşin əssə, yeksu həmi mərd suzəd o yeksuzən. Bir tərəfdə bütün kişilər yanar, bir tərəfdə qadınlar.